Hakimov. Bu videoda 11 may 2025-ci il tarixində magistr üzrə keçirilmiş qəbul suallarının izahını vermiş olacağam. Bu arada video izah iki hissədən ibarət olacaq. Ona görə də növbəti, yəni paylaşılan videoda da bu qəbulun izahının ardını izləyə bilərsiniz. Və bu arada YouTube kanalımıza da abunə olmağı unutmursunuz. Keçək elə birbaşa suala. Deməli, 46-cı sualda baxsaq, verilən fiqura uyğun olan açılışı seçin. Deməli, burada fikir versə bizim açılışlarla bağlı suallardır, yəni kubun açılışları ilə bağlı variantlarda açılışlar verilib. Biz diqqətlə baxsaq, bu üçbucağın buna ox kimi düşünsək, ox hansı nəyə baxır? Düzbucaqlı olan üzə baxır. Və o baxan tərəf, yəni üzün sol tərəfi qaradır, sağı isə ağdır. A variantına baxdıqda görürük ki, burada həmin o hissə düzbucaqlıya baxır. Amma buradakı vəziyyəti biz görmürük. Yəni sol tərəfi qara, sağ tərəfi ağ deyil təbii ki. Məsələn, biz C variantına baxsaq, C variantında görürük ki, məsələn, ox düzdür, baxır düzbucaqlıya. Solunda fikir versək, qara üçbucaqdır, yəni belə deyək, yəni bu hissəsi üçbucaqdır, eyni yanaşma doğrudur. Sol tərəfi üçbucaqdır, amma həmin o oxlara baxsaq, baxır sağı qaradır. Həmin o yuxarıdakı üzün sağ hissəsi qaradır. Burada isə yuxarıdakı üzün sol hissəsi qaradır bizdə görürük. Ona görə bu sual səhv olur. Məsələn, biz burada baxa bilərik D variantına. D variantı ümumiyyətlə uyğun deyil. Yəni burada üçbucaq nəyə baxmalı idi? Bir tərəfi qara düzbucaqlı, bir tərəfi ağ düzbucaqlı olan üzə. Yəni buradakı yanaşma yoxdur burada. Burada elə bir ki, buna biz ox kimi yanaşsaq, elə bir ki, solunda bu üçbucaqdır, sağında belə bir üzdür. Amma burada ox kimi biz buna baxsaq, ox baxmalıdır, düzbucaqlı olan üzə baxmalıdır. Ona görə bu da səhvdir. Və biz burada bu varianta baxdıqda E variantına. E variantında görürük ki, həmin o ox kimi biz buna baxanda baxır üzə və üzün sol tərəfi qara, bu tərəfi ağdır. Burada isə sol tərəfi qara, buradası ağdır. Düzgün verib yəni bunu. Amma biz oxun elə soluna baxanda burada üçbucaq verib, burada isə oxun sağını yəni üçbucaq verib. Bu təbii ki, səhv yanaşmadır. Və B variantı təbii ki, doğrudur. Biz bu hissəyə baxanda, yəni ox şərəsi baxır, solu qara, sağı ağdır. Eyni ilə olduğu, yəni burada olduğu kimi. Eyni zamanda biz bunu belə də aşırda bilərik də, düzdür? Belə aşırsaq, həqiqətən də biz görərik ki, bu formada aşırdanda görərik ki, həqiqətən də bu oxun sol tərəfində belə bir üçbucağı var. Burada da həmçinin oxun sol tərəfində belə bir üçbucağı var. Həqiqətən də yanaşma doğrudur. Keçdik növbəti sualımıza. 47-ci sual tərəzi ilə bağlı, yəni sadə bir tərəzi ilə bağlı belə bir sualdır. Biz bunun elə alt-alta toplasaq, məsələn, bu tərəzinin sol tərəfini alt-alta toplasam nə alınır burada? A, A, B və burada da 3 dənə B, bir dənə C. 3 dənə də B, bir dənə də C. Bərabərdir. Bu sağ tərəfi də bir yerdə toplasam, yəni 3 dənə C, 2 dənə A. 3 dənə C və 2 dənə A. Burada görürük ki, bu 2A ilə buradakı 2 dənə A ixtisar gedəcək. Buradakı C ilə buradakı C ixtisar gedəcək və ümumi görürük ki, vəziyyət burada nədir? 4 dənə B bərabərdir 2 dənə C-yə. 4 dənə B, 2 dənə C-dirsə, bəs bir dənə C nəyə bərabər olmuş olur? Təbii ki, 2 dənə B-yə. Burada da C variantı. Növbəti sualımız 48-ci sual. Yəni bu qəbulda demək olar ki, yəni çətin suallardan biri təbii ki, biri kimi sayıla bilər. 48-ci sualı, yəni biz bunu həll eləsək, məsələn, bunun variantına ehtiyac yoxdur, yəni belə deyək də, əliyinə ehtiyac yoxdur həll eləməyə. Sadəcə özünüzdən bilməlisiniz ki, məntiqdə həmişə tam ədədlər çıxmalıdır. Yəni natural ədədlər olmalıdır və tam ədədlər olmalıdır, yəni yaşlar. Normalda həmişə belə verilir. Və biz diqqətlə baxsaq, burada elə bir ədədlər tapmalıyıq ki, onun məsələn 20% tapılsın və yaxud 16%, biri digərindən 16% az olsun. Gəlin bu sualın izahına baxaq sağ tərəfdən. Elə bu hissədə izah edəcəm. Deməli, baxaq görək bu sualın izahını daha sürətli necə həll etmək olar. Məsələn, biz burada özümüz, düzdür, bizə bir şeyi soruşardısa, yəni axırda bizdən əgər bir şey tələb olunurdusa, biz bunu variant üsulunun çox rahat şəkildə yaza bilərik. Amma ən pis halda burada nəyi soruşur bizdən? Onların birinci və üçüncü uşaqlarının yaşları fərqi neçə ildir? Yəni, bu o deməkdir ki, birinci uşaq, üçüncü uşaqdan neçə yaş böyüdür? Biz bunu tapmalıyıq. Və eyni zamanda belə çıxır ki, biz ata və ananın yaşlarını tapmalıyıq bu sualda. Ondan sonra onlara uyğun olaraq uşaqların da yaşlarının fərqi tapılacaq. Burada əsas məsələ ata ilə ananın yaşlarını yəni, tapmaqdır. Biz burada məsələn yazaq sol tərəfdə ana olsun məsələn.
Ana. Sağ tərəfdə ata olsun. Biz burada diqqətlə yetirsək, məsələn, biri digərindən 20%. Bu arada ananın yaşı atanın yaşının 90%. Bu heç. Üçüncü övladı o dünyaya gələndə bunu da bildik. Və atanın yaşı ananın yaşından 8-dən fərqli bir rəqəmlə də qədər çoxdursa, atanın yaşı. Bu nə deməkdir? Atanın yaşı ananın yaşından neçə yaş çoxdur? Bu o deməkdir ki, ata ilə ananın yaşları fərqindən söhbət gedir və bir rəqəmli ədəddir deyir və 8 deyil. Yəni 8-dən fərqli bir rəqəmli ədəddir. Yəni ola bilər onların yaşları fərqi 1 olsun, yəni ata-anadan 1 yaş böyük olsun, 2 yaş böyük, 3 yaş və yaxud 5, 6, 7 də ola bilər, amma 8 ola bilməz. Biz burada qiymətləri necə tapa bilərik? Yəni bir dənə ədədi tapılandan sonra ardı tapılır. Yəni çox rahat tapmaq olar əslində qalsa. Sadəcə biz bunu təyin eləməliyik. Məsələn, tutaq ki, ananın yaşı neçə olsa yaxşıdır. Yəni tam ədədlərdən də başlaya bilərsiniz, özünüzdən qiymət ata bilərsiniz. Məsələn, biz verə bilərik 20% məsələn. 20 daha doğrusu. 20 versək ananın yaşına. Təbii ki 18, 19 verəndə biraz natamam ədədlər çıxır. Yəni tam yaxşı ədədlər çıxmır. Ananın yaşına elə mən birbaşa 20 versəm, ilk övladları, yəni birinci övlad anadan olanda nə olub? Atanın yaşı ananın yaşından 20% çox idi. Və atanın yaşı bu ananın yaşından 20% çoxdursa, bunun 20% nə qədər edir? Yəni bunu biz 20% artırmalıyıq. Bunun 20% 4 edir. Yəni 20-nin üstünə gəlməliyik bu 4-dür. Bunun 20%-ni. Atanın yaşı o zaman da 24 olacaq. Yəni belə çıxır ki, bunların yaşlar fərqi burada 4 oldu və baxıram ki, yaşlar fərqi 8 olmadı. Mənə də elə bu lazımdır. Yəni burada deyirdi ki, atanın yaşı ananın yaşının 8-dən fərqli bir rəqəmli ədəddir. Yəni onların yaşları fərqi bir rəqəmli ədəddir, amma 8 deyil. Həqiqətən də 4 oldu bunların yaşlar fərqi. Mənə sərf edir. Və biz əsas məsələ burada ikinci uşaq doğulanda bəs necə olur ki, ananın yaşı atanın yaşından 16% az idi. Baxın, bunu hansı taktika ilə həll etmək lazımdır? Təbii ki, bilirik ki, ikinci uşaq doğulanda, anadan olanda atanın yaşı artmalıdır da. Yəni 25, 26, bilmirəm, 28 nəsə olmalıdır, düzdür? Və burada bu sualı həll etmək üçün faizi bilməlisiniz. Yəni böyük ədəd kiçik ədəddən neçə faiz çoxdur və kiçik ədəd böyük ədəddən neçə faiz azdır. Bunu bilməlisiniz. Bu yanaşmaları bilməlisiniz. Biz də baxsaq diqqətlə, ikinci uşaq dünyaya gələndə ananın yaşı atanın yaşından 16% az oldu. Baxın, ananın yaşı atanın yaşından 20% az oldu. O zaman atanın yaşı nə olub ki belə? Bunu biz azaldanda ananın yaşı, yəni alınır. Amma yaşlar fərqi 4 olmalıdır. Yaşlar fərqi 4 olmalıdır. Ola bilər ki, atanın yaşı 25 olsun, o zaman ananın yaşı 21 olmalıdır. Gəlin bunu yoxlayaq. 25. 25 atan yaş olsa, yəni bir ildən sonra. O zaman ananın yaşı 21 olacaq, düzdür? Biz bunu yoxlasaq, biz 25-i 16% azaltsaq, sizcə alına bilərmi? Yəni biz balaca ədəd böyük ədəddən neçə faiz az olduğunu tapmaq üçün balaca ədədi azaldıq, böyük ədədi daha doğrusu azaldıb balaca ədədi almalıyıq. Və onu tapanda görürük ki, neçə faiz azdır ananın yaşı atanın yaşından. Və biz burada böyük ədəddən çıxsaq, böyük ədədin məsələn 16%-ni. Bu ədəddən çıxmalıyıq 25-in 16%-ni çıxmalıyıq. Düzdür, bölməliyik də bunu 100-ə. Biz bu atanın yaşına dəymirik. 25 il. Yəni çünki bilirəm ki, atanın yaşından atanın 16%, yəni atanın yaşının 16%-ni çıxanda ananın yaşı qalmalıdır. Yəni 21 normalda qalmalıdır. Və biz burada diqqət etirsək, burada atanın yaşına dəymirəm, bunları ixtisar edirəm. Bax bu 100, yəni 25-dən nəsə çıxmalıyam da. Bu 100 ilə 16-nı ixtisar eləsəm burada 50, yuxarıda 8 qalır. Yenə ixtisar eləsəm 4, aşağıda 25 qalır. Yəni atanın yaşı bilirsiniz nədir? 4-ə vurub 25-ə bölməliyəm də bu o deməkdir. 16% azalma. Gördünüzmü? 25-i vurdum 16%-ə böldüm 100-ü, ancaq atanın yaşını saxladım yerində 16 ilə 100-ü ixtisar elədim. Yəni 4 bölü 25 oldu, düzdür? Yəni atanın yaşı bilirsiniz nə olmalıdır? Elə bir yaş olmalıdır ki, onun 4-ə vurub 25-ə böləndə alınan cavab olsun. Və həqiqətən də baxıram ki, mənə həqiqətən çox sərf elədi bu. Görürsüz? Bunu mən ixtisar eləyəndən sonra atanın yaşına elə bir yaş verməliyəm ki, həmin ədədi, yəni 4-ə vurub 25-ə bölə bilim. X-in qiyməti yəni 25 ola bilər də elə. Atanın yaşı o zaman 25 olsun. Həqiqətən də atanın yaşı 25 olduqda, biz də 25-in 16%-ni tapsaq əgər, 25-in 16%-ni, cavab burada 4 eləyir elə. Elə bu da deməli mənə sərf elədi. Deməli atanın 25 yaşı olanda 1 il sonra. Ananın yaşı olacaq 21. Həqiqətən də 21 25-dən 16% azdır. Həqiqətən də doğrudur bu. Bunu tapdıq. Bu da əla. Sonra baxın, üçüncü yaş. Hələ ki, buraya kimi uyğun gəlir. İndi gəlin, üçüncü uşaq anadan olanda nə olur, baxın. Ananın yaşı atanın yaşının 90%-ni təşkil edəndə. Atanın yaşı bilirsiniz nədir? Atanın yaşı elə bir yaşdır ki, indi təbii ki, 25-dən yuxarı bir yaşdır. Atanın yaşının 90%-ni tapmaq üçün vurmalıyıq, 90-a bölməliyik 100-ə, düzdür? Atanın yaşının 90%-ni tapanda ananın yaşı alınır. Yəni ananın yaşı atanın 90%-ni təşkil edir, yəni atanın yaşının. Və biz burada yenə atanın yaşına dəymirik. Sıfırları ixtisar eləsə, yəni burada alınır x vuraq 9 bölünsün 10 olur.
Və burada biz x-in yerinə elə 25-dən böyük elə bir ədəd verməliyik ki, ödəsin yəni. Və həqiqətən də baxıram ki, bunun neçə olmağı daha mənə məsləhət edir, yəni uyğundur daha doğrusu. Amma yaşlar fərqi də nəzərə alınmalıdır. Yaşlar fərqi 4 eləməlidir. Məsələn, siz götürüb atanın yaşını 30 verə bilərdiniz, düzdür? Çünki 30-un 90% tapılır. Düzdür. Atanın yaşını götürüb 30 versəydiniz əgər, 30-un da 90%-ni tapmaq üçün görürsüz, ixtisar elədim burada. Birbaşa belə yazdım da. Yəni biz ədədin 90%-ni tapmaq üçün belə də edə bilərik. 9-a vurub ona bilərik. Yəni ixtisar elədim burada rahat olsun bu forma. Biz burada 30 qoysaq, o zaman ananın yaşı nə olur? 27 olur. Amma ananın yaşını 27 verməyim doğru deyil. Çünki bizim atanın yaşı ananın yaşından 4 yaş böyük olmalıdır. Belə çıxır ki, nəticə nə olmalıdır? Atanın yaşını artırmalıyıq biz məcbur. 30 verəndə alınmır. Təbii ki, 26, 27, 28 versəz alınan deyil. Çünki onun 90% tapılmalıdır. Ona görə 30-dan sonra hansı ədəd ola bilər məsələn? Məsələn, 35 ola bilər sizcə? Bu x-in yerinə 35 yazın. Təbii ki, alınmaz. Çünki 35 buraya yazsam sonu 5 gedir. Sonu 5 olan ədəd də ona bölünən deyil təbii ki. O zaman ham ədədlər verməliyəm. 30 yox, 40 verəcəm o zaman. Atanın yaşı 40 olsa, həqiqətən bu dəfə mənə sərf elədi. Gördünüzmü? Atanın yaşına mən 40 verəndə atanın yaşının 90% neçə olur? Olmuş olur? 36 olur. Və həqiqətən də ananın yaşı 36 olmuş olandan sonra həqiqətən də ata anadan 4 yaş yenə böyük oldu. Yəni biz həmişə bilirik ki, yaşlar fərqi heç vaxt dəyişmir. Ata anadan 4 yaş böyükdürsə, indi də, keçmişdə və gələcəkdə həmişə 4 yaş 4 yaş böyük olacaq. Bizdə indi biz yaşları tapandan sonra birinci uşaq anadan olanda belə baxın elə ananın yaşı ilə istəyirsiniz götürün və yaxud atanın yaşı ilə fərqi yoxdur. Birinci uşaq anadan olanda əgər ananın 20 yaşı varsa, üçüncü uşaq anadan olanda ananın 36 yaşı varsa, belə çıxır ki, birinci uşaqla üçüncü uşaq arasında neçə yaş fərqi var? 16 yaş fərqi var da. Biz də elə onu soruşur. Birinci və üçüncü uşaqların yaşları fərqi neçə olacaq? Təbii ki, 16 olacaq. Yəni bu formada daha sürətli həll edə bilərsiniz. Təbii ki, ədədlərlə işləmək lazımdır. Növbəti sualımıza baxırıq. 49-cu sual. Deməli 49-cu sualda burada nə etmək lazımdır? Burada 531 hansı ədədə böldükdə 2 rəqəmli alınır və onu tapmaq lazımdır bu sualın özündə. Yəni 531-i nəyə böləndə biz ala bilərik? Hər hansı bir ədədə bölməliyik də. Məsələn 6-ya, 5-ə, amma tam alınsın, amma 2 rəqəmli alınsın. Bunu eləməliyik biz. Məsələn, biz bunu 9-a bölərik. Yəni 531-i 9-a böləndə 2 rəqəmli alınır. Deməli, biz burada C-nin qiyməti 9 tapırıq. C-nin qiyməti oldu 9. Düzdür? Belə çıxır ki, 531, bu da 9. Belə çıxır ki, bu da AB 59 olacaq. AB-nin qiyməti tapıldı. Həqiqətən də 59-u biz 9-a vuranda 531 alırıq. C-nin qiyməti bu arada nə almışdım? 9 tapmışdım, düzdür? C-nin qiyməti 9-sa burada da C-nin qiyməti 9 yazaq. Çünki görsənmir bu. A-nın qiyməti 59-sa burada da A-nın qiymətini 59 qoyuram. A-nın yerinə burada da 59 qoyuram. Və burada diqqətlə baxsaq D-nin də qiyməti tapılır. Yəni 472-ni istəyirsiniz 59-a bölün. Buradakı vurğu tapın. Yəni 59-u nəyə vuran da 472 gedir. Elə götürüb 472-ni bölərəm 59-a və cavabı 8 tapmış oluram. Yəni D-nin də qiyməti 8 olmuş olur. D-nin də qiyməti tapıldı. Bunları da bir-birinə vurarsınız, sual hazırdır. Yəni 59-u götürüb vurarsınız 98-ə və 5782 cavabını almış olursunuz. Yəqin ki, düzgün vurdum. Yəni, ola bilər nəyisə səhv edeyim, yəni nəyisə düzgün vurmayım, amma ki, əsas məsələ təbii ki, izahdır. Yəni, izaha baxıb öyrənmək lazımdır. Keçdik növbəti sualımıza. Verilən sözlər cütünə analoji əlaqəli olan tamam cütü tamamlayın. Deməli, baxın, sosiologiya nədir? Elmdir, düzdür? Elm nədir? Elmin bir növüdür, belə deyək, elm. Defektoskom da olacaq, təbii ki, cihaz. Yəni bunu bir çoxları məsələn qüsur vuranlar da olurdu. Yəni defekt kimi formada başa düşmüşdür deyə qüsur götürənlər də vardı, amma yadda saxlayın. Biz mikroskopa nə deyirik? Cihaz olur da. Yəni sonoskop olan, yəni hissəyə baxıb, yəni məntiqlə təbii ki, cihazı seçə bilərdiniz yəni bu sualda. Keçirik növbəti sualımıza. 51-ci sualda isə zərf zərfliyə aid olur. Feil nəyə aid olacaq? Təbii ki, xəbərə aid olacaq. Yəni B variantı burada. 52-ci sualda isə burada belə bir şərt verilir burada bizə. Deyir ki, bu dairələr valideyndir. U uşaqdır. Yəni kvadratlarda U hərfi yazılıb uşaq. Yəni bu bizə nümunə verib. Deyir ki, 5 uşaq 6 valideyn aşağıdakı qaydada uyğun olaraq, daha doğrusu qaydalara uyğun olaraq şəkildəki kimi dairəvi masa arxasında otururdular. Biz burada diqqət yetirsək, hər valideynin bir tərəfində uşaq, o bir tərəfində valideyn, daha doğrusu hər valideynin bir tərəfində uşaq, o bir tərəfində valideyn oturmalıdır. Yəni bu nə demək? Uşağın bir tərəfində, yəni valideynin bir tərəfi uşaq olmalıdır, digər tərəfi nə olmalıdır? Valideyn olmalıdır. Bu şərti sadəcə yadda saxlayın. Bunu yadda saxladıq. İkinci cümləyə baxıram. Hər uşaq yalnız öz valideyninin yanında oturmalıdır. Bunu da yadda saxlayırsınız. Yəni hər uşaq öz valideyninin yanında ancaq oturmalıdır. Biz də buradakı hissəyə baxsaq,
hər uşaq öz valideynin yanında oturubsa, belə çıxır ki, bu uşaq valideyni budur. Görürsüz? Bu iki dənəsini ayıra bilmərəm mən. Yəni bu uşağın valideyni bu ola bilməz. Çünki hər uşaq öz valideynin yanında oturmalıdır. Deməli bu uşaqla bu valideyn bir yerdədir. Görürsüz? Deməli bu iki nəfər ola bilər ata uşaq və yaxud ana uşağı bilmirəm. Bu uşağın da valideynləri bu olacaq. Görürsüz? Yaxşı sual olunur. Və buradakı valideyn kimin valideynidir məsələn? Və bu. Təbii ki, yuxarıdakı onun olmalıdır. Burada uşağı yoxdur ki. Deməli bu üçlü də bir yerdə olmalıdır. Və bu üçlüyü də götürüb ayırıram bu məntiqlə. Gördünüz bu uşağın valideynləridir bunlar. Gəldim indi baxıram. Bu uşaqdır, yanında valideyn. Bu uşağın yanında bu uşaq təbii ki, götürə bilmərəm. Uşaq və onun valideynlərindən söhbət gedir bu sualda. Ona görə bunun valideyni bu olacaq. Bunu da ayıra bilmərəm artıq. Və burada qaldı bu yanaşma. Uşaq, bu da onun valideyni təbii ki. Bu uşağın da valideyni bunun yanında. Məsələn, bu formada qruplara böldüm bunu. 1, 2, 3, 4, 5 dənə qrup. İndi bizə nə deyir? Axırdakı şərtə diqqətlə baxın. Deyir ki, verilmiş qaydaları pozmadan bu masa arxasında və bu masa bizə verilib faktiki olaraq bu masa arxasında əlavə olaraq aşağıdakılardan hansıları oturması mümkündür? Əlavə olaraq mən ora hansını əlavə edə bilərəm? Və bunu bizə deyir. Əlavə olaraq hansıların oturması mümkündür? Biz burada məsələn baxsaq ki, üçüncü hissəyə. Ana ilə uşağı. Yəni bu nə deməkdir? Ana ilə uşağı. Valideyn uşaq. Düzdür? Biz valideyn uşağı ya bura salmalıyıq, ya bura harası birini salmalıyıq. Düzdür? Valideyn və uşaq. Gəlin salaq. Məsələn, bura sala bilmərəm. Nəyə görə? Çünki bura V və yanına bir dənə U hərfi yazsam, baxın nə baş verir? Valideyn, belə deyim də, biz yadınızda demişdik. Hər valideynin bir tərəfində uşaq, o bir tərəfində valideyn olmalıdır. Yəni bir valideynin digər bir tərəfi uşaqdır, digər tərəfi valideyndir. Hər iki tərəfi valideyn ola bilməz, hər iki tərəfi uşaq ola bilməz. Yəni bir valideynin. İndi baxın, şərt pozulur burada. Bu valideynin bu yanı uşaqdır, bu yanı da uşaqdır. Mən bu V ilə onun yerini dəyişsəm, onu bura yazsam, V-ni bura yazsam, yenə diqqətlə baxsınız, qayda pozulur onsuz da. Bu V-nin burası uşaqdır, burası da uşaqdır. Görürsüz? Yəni iki dənə V-nin arasında mən həmin o V-U-nu sala bilmərəm. Nə V-U-nu sala bilərəm, nə də U-V-ni sala bilərəm. Belə çıxır ki, burada sala bilmərəm. V-V-V-dir. Burada sala bilmərəm. Görürsünüzmü? Qaldı uşaqla uşağın yəni, hissəsini yoxlamaq. Burada sala bilmirəm. Baxın, V-U kimi salsam bura, o zaman bu valideynə görə qayda pozulmuş olur. Çünki bu valideynin burası da uşaqdır, bu yanı da uşaqdır. Və V-U-nun yerini də dəyişsəm, götürüb bu yana U, bu yana V salsam, o zaman yenə qayda pozulur bu V-yə görə. Bu valideynin bu yanında uşağıdır, öz uşağı, bu yanında uşağıdır. Olmaz axı belə. Deməli, belə çıxır ki, bir ana və onun uşağını əlavə edə bilmərəm. Yəni ona görə də bu ana ilə uşağı getdi. Üçlər getməlidir. Yəni görürsünüz, bu getdirsə. Məsələn, biz burada iki uşağı ilə ana. Bunu istəyirsiniz, gəlin yoxlayaq. Bunları silək. İki uşağı ilə ana. İkincini yoxlayaq. İkincini biz yoxlasaq, məsələn, iki uşağı ilə ana nə deməkdir? İki uşağı ilə ana. Yəni, valideyn, biz götürüb həmin o iki uşağı ilə ananı götürüb belə yaza bilmərik. Nəyə görə? Çünki biz bilirik ki, bu ikinci şərtdən uşaq öz valideynin yanında olmalıdır. Ona görə nə olacaq? Valideyn sağ və solu uşaq olacaq. Çünki valideyn onun da yanında uşaqlar olmalıdır. Belə bir vəziyyət olmalıdır. Və burada bu arada yazılıb ki, iki uşağı ilə ana. İki uşağı ilə ana. Ona görə iki uşaq var və bir dənə valideyn var. Ona görə vəziyyət bu yerdə olmalıdır və biz bu vəziyyəti bura sala bilmərik. Məsələn, iki dənə V-nin arasına götürüb salsam, elə o qaydada salmalıyam. U, V, U. Belə salsam əgər bilirsiniz nə olur? Bu valideynin ətrafına baxın, uşaq, yenə uşaq. Bir valideynin bir tərəfində valideyn, bir tərəfində uşaq olmalı. Bunu daha dəyişə bilməzsiniz. Yaxşı, bəs iki dənə uşağın arasını salsam nə olur? Yəni iki hal burada mövcuddur da. Uşaq, valideyn, uşaq. Belə eləyəndə baxın nə olur? Bu halı eləyəndə əslində olsa yenə alınan deyil. Yəni bizim şərtimiz biz harda pozulur? Elə bu birinci cümlədə var. Burada elə onsuz da bu şərt pozulur da. Yəni mən iki uşağı və onun valideyni belə sala bilmərəm. Biz bilirik ki, valideynin bir tərəfində uşaq olmalıdır, digər tərəfində valideyn olmalıdır. Yəni belə şərt ümumiyyətlə düzgündür. Ona görə təbii ki, ikini də atıram. İkini də atıramsa bu da getdi, bu da getdi. Təbii ki, yalnız bir qalır. Gəlin indi biri biz ora tətbiq edək, görək necə alınır. Bir ora salsam, bunları siləmir yenə. İki ümumiyyətlə səhvdir, yəni belə deməksə. Bir ana ilə atası və uşaq. Yəni bu nə deməkdir? Uşaq, valideyn, valideyn. Biz də bilirik ki, uşaq öz valideynin yanında olmalıdırsa, biz bunu belə halda sala bilmərik. Uşaq, valideyn, valideyn. Belə sala bilmərik. Çünki uşaq öz valideynin yanında olmalıdır. Belə çıxır ki, biz uşağı nə etməliyik? Ortaya salmalıyıq. Valideyn sol və sağında. Eyni buradakı hal kimi. Biz onu ya onların arasına salmalıyıq, ya da vıların arasına. Gəlin vıların arasına salaq. Yəni bu hal olmalıdır. Uşaq ortada olmalıdır. Buraya yazsam valideyn, sonra uşaq, sonra yenə valideyn. İndi baxın. Bu valideynin bir tərəfində valideyndir,
Bir tərəfinə uşaqdır. Sonra bax uşaq öz valideynlərin yanında əla. Bu valideynə baxın indi. Bu valideynin bu yanında valideyndir, bu valideynin bu yanında uşaqdır. Gördünüzmü? Yəni bir tərəfində valideyndir, bir tərəfində uşaqdır. Yəni ora əlavə edə bildim yəni. Belə deyim sizə. Təbii ki, bir doğru cavab olacaq və yalnız bir sualımızın doğru cavabı olmuş olur. Növbəti suala baxıram. Növbəti sualımızda 53-cü sual. Burada verib bizə 4 yerə, yəni kağız, yəni hər dəfə demək olar ki, bununla bağlı 2 dənə sual düşür. Bu dəfə də düşdü. Birinci cəhddə də düşdü, ikinci cəhddə də düşdü. Burada 2 dənə sual. Və biz burada baxsaq, yəni bu hissə normalda olmamalı idi burada səhv eləmirəmsə. Bu hissə yox idi. Bir də bu hissə də yox idi. Bir də bunlar da yox idi. Deməli baxın, biz burada bu sualı həll etsək necə olacaq? Bunu biz kağızımızın sol aşağı tərəfidir. Bunu sağa doğru qatlasam, daha doğrusu açsam, bu formada düşəcək. Bunu sağa doğru açsam, belə düşəcək. Bunu sağa açanda təxmini belə olmalıdır, düzdür? Və bunun hamısını düzbucaqlı, hamısını yuxarı açmalıyam. Bunu yuxarı açanda təbii ki, belə olacaq da vəziyyət. Təxmini belə olmalı, düzdür? Yəni buradakı hal kimi olmalıdır. Biz elə variantlara baxırıq. Yoxdur ki, ortada, getdi. Sonra elə variantlara baxırıq. Ehtiyac yoxdur burada çəkməyə. Məsələn, bunun simmetriyasını, baxın, bu kəsiyi görürsünüz sol aşağıda, kağızın sol aşağısında kəsiyi belədir, görürsünüz? Bu kəsiyi mən dəyişə bilmərəm. Fikir verin, buradakı kəsi dəyişilib. Axı kəsi belədir axı, onu dəyişə bilmərik. Həmişə demişik, bu da getdi. Sonra digər variantlara baxıram. Bunu indi yuxarı açanda təbii ki, belə düşməlidir. Görürsünüz, elə bu xətt vardı burada. Daha doğrusu olmamalıdır. Bu xəttin simmetriyası belə olacaqdır. Bir-birinə baxmalıdır. Bu yuxarıdırsa buradakı aşağı olmalıdır. Fikir verin. Bunu mən yuxarı doğru açanda bunun simmetriyası burada olacaq. Görürsünüz? Məsələn, bu orta hissə belə olmalıdır axı bizə. Daha doğrusu belə. Düzdür? Buranı düzgün verib. Bu orta hissəni ümumiyyətlə verməyib. Təbii ki, elə çıxır. Və qalır bizim iki variantımız, düzdür? İki variant arasında baxın elə. Bunun simmetriyası burada. Yəni bunun simmetriyası olduğu kimi bura düşmür. Onun tərsi olmalıdır. Bax belə olmalıdır. Bunun simmetriyası belə olmalıdır təxminən. Ona görə təbii ki, burada D variantı olmuş olur. Növbəti sualımıza baxırıq. 54. 54-cü suala baxanda burada, yəni sadə bir sualdır bu da. Yəni burada fikir versək, A nə deməkdir? Yəni yanındakı balaca A hərfi. Yəni bunun yerinə düşün ki, 1-dir bu. Bu B məsələn burada var. Bu B sanki 2-dir, görürsünüz? Bu C sanki 3-dür. Yəni bu sual tipləri yəqin ki, sizə tanışdır. Sadəcə burada ABC ilə ifadə edir. Bu C-dir, 3-dür. D 4-dür, əlifba yəni sırası ilə. E 5-dir, F də 6-dır. Yəni bu formada düşünəcəksiniz bunu. Sadəcə biz indi bunu bu formada da yaza bilərik. Yəni bu nə deməkdir? A-nın kodu hansıdır? T hərfidir, görürsünüz? A-nın kodu T-dir. Məsələn, C-nin kodu burada nədir? Bu C-nin kodu. D nədir? Dördüncü əlifbada dördüncü deyil. Buradakı dördüncü hərf hansıdır? İ-dir. Görürsünüzmü? C-nin kodu yəni nə oldu? İ oldu. Biz elə birbaşa cavaba baxaq. C, A. Yəni birinci yerdə olmalıdır. Biz də tapdıq ki, C-nin kodu dördüncü hərfdir. 1, 2, 3, 4, İ-dir. C-nin kodu İ-dirsə, burada C-A nə deməkdir? Yəni C-nin kodu birinci yerdə olmalıdır. A çünki əlifbada birincidir axı. Yəni bu sanki 1-dir də. Ona görə bizim cavabımız İ ilə başlamalıdır və cavabımız elə D variantı olmuş olur. Gəldik bu suala, 55-ci sual. Bu sualda biz diqqət yetirsək, burada hərəkət var. Yəni fiqurlar, yəni ardıcılığı ilə bağlı bir sualdır. Bu da təbii ki, abstraktın fiqurlarla bağlı, yəni bu da nisbətən yəni düşündürücü sual tiplərindən biridir. Bu sualın özü. Deməli, baxsaq diqqətlə görürük ki, burada bu şəkildən bunu alıb, bu şəkildən bunu alıb, bu şəkildən də bunu almalıyam. Burada biraz fərqli bir məntiq var burada. Biz diqqətlə baxsaq, burada hərəkət var yəni. İndi hərəkətə baxıram, hərəkəti izləyəcəm. Deməli, biz diqqətlə baxsaq bu sualın özünə. Bunun hərəkətinə biz baxmalıyıq. Bax, burada bu keçiddən bura keçid, yəni hərəkətlə bağlıdır. Yəni buradan bura keçid hərəkət. Məsələn, burada da hərəkət var. Məsələn, hər hansı bir hərəkətlər var burada. Bunu tapmalıyıq, təyin etməliyik təbii ki. Məsələn, biz burada nə edə bilərik? Bu hissə məsələn, bu hissəyə diqqətlə baxsaq, e, bir addım keçir sola. Baxın, biraz fərqli bir məntiq var biraz burada. Bax, bunu görürsünüz, bax bunu. Bu keçir sol tərəfə, bax bura. Bu hissə keçir sola. Bu nöqtəli də belə deyimsə. Bunu deyək ki, buradan ləğv edir. Bildinizdə bu keçdi bura. Bu ağ hissə keçir bu sağ tərəfə. Bunun böyrünə keçir. Bunu buradan ləğv edirəm. Bu nöqtəli isə bu nöqtəli. Bir vahid düşür aşağı. Gəlib düşəcək bura. İndi baxın, bu şəkillə bu şəkil arasında yəqin ki, güzgü əksini görə bilirsiniz. Yəni bu arada bura yoxdur, burada da həmin bu hissə buradadır. Görürsünüz, sağa doğru güzgü əksi alınır bu. Yəni eyni qaydada biz hərəkət etdiririk. Ağ nə etmişdi? Ağ bu yana getmişdi, düzdür?
İndi biz bunu da o formada hərəkət elətdiririk. Yəni bu ağ düşəcək aşağı, bir addım aşağı, hər dəfə bir addım gedir. Bunu buradan ləğv edirəm. Bu qara da bir addım aşağı düşsə, buraya yazmalıyam həmin onu hissəni. Bunu buradan ləğv edirəm və burada bu da bir vayd aşağı düşəcək. Hər dəfə aşağı düşür. Gəldi düşdü bura. Bunu da buradan ləğv edirəm. Və alınan variantın sağa doğru güzgü əksi. Bunun da sağa doğru güzgü əksi. Bax bu qara ilə ağ var. Yerini dəyişməlidir. Görürsüz? Görsənir. Bu ağla qara da yerini dəyişməlidir. Yəni qara keçməli sola. Gördünüz? Görsənir. E variantı təbii ki, burada sualımızın doğru cavabı. İstəyirsiniz bunu davam etdirək. Bunu davam etdirsək, indi qara var ha. Bayaqdan fikir versək, bu qara aşağı düşürdü axı. Son dəfə bura düşmüşdü aşağı. Bu dəfə hansı tərəfə getməlidir? Yuxarı gedəcək. Yəni bunu buradan silirəm. Yuxarı gedir. Yazacağım bura. Bu qara da var. Bu rəngli. Nə edirdi? Hər dəfə düşürdü aşağı. Düzdür. Bunu da salacağım aşağı bu hissəni. Buradan silirəm, salıram bunu aşağı. Bu ağda aşağı gedirdi. Bunu buradan silirəm, salıram aşağı. İndi alınan fiqurun da sağa doğru güzgü əksi bizə bu sualı vermiş olur. Görürsünüz? Bu bunu verəcək bizə. Həqiqətən də bunun sağa doğru bir dənə güzgü əksinə baxsaz, diqqət etsəz bizə bunu verir. İstəyirsiniz bunu da davam etdirək, bunu alaq. Məsələn, bizdə bu ağ indi növbəti dəfə nə olacaq? Fikir verin, buradan gəlmişdi, bu yana gəlmişdi. İndi bu ağ hara getməlidir? Bu ağ buradan çıxıb bura gəlməlidir. Bunu buradan silirəm. Bu qara da buradan çıxıb bura gəlməlidir, bunun yanına. Bunu da buradan silirəm. Və bu rəngli isə yuxarı qalxırdı get-gedə. Buradan bura gəlmişdi, indi bir dənə də yuxarı qalxacaq. Bunu buradan silirəm, yazıram bura. Və biz diqqətlə baxsaq, bu alınan şəklə bunları düşünmürsünüz. Bunlar sanki yoxdur. Bu alınan hissəni biz sağa doğru güzgü əksi versək, bu keçəcək bu yana görürsünüz. Bu rəngli hissə bu yana keçəcək və salam, sual hazırdır. Növbəti sualımıza baxırıq. Bu da xəyali kəsiklə bağlı, yəni kağızların qatlaması ilə bağlı belə bir sualdır. Rəngli kağızdır. İndi diqqətlə baxsaq burada. Belə suallarda nə etmək lazımdır? Biz burada ayırmalıyıq. Yəni variantları. Məsələn, biz bu formada ayırsaq, bu güzgü əksləri görsək, güzgü əksidir bunlar hamısı. Bu hissə və bu hissə. Bunun güzgü əksi bura düşməlidir. Həmin güzgü də buradadır biz görürsünüz. Biz variantları, yəni birinci düzbucaqlı forma, yəni kvadrat formasında belə ayırsaq, məsələn bu A variantı olsun məsələn. Bunu bu formada ayırsam, fikir versək bizim güzgü bax burdadır görürsünüz. Kağız açılanda bu yana açılmalıdır. Ona görə güzgü bizdə hardadır? Bax güzgü bizdə bax burdadır. Düz burada olmalıdır. Biz diqqətlə baxsaq, bu hissənin güzgü əksi təxmini bura uyğun gəlmir yəni. Və yaxud biz yuxarı hissəyə baxaq istəyirsiniz. Yuxarı hissəyə baxsaq, güzgü bizdə bu arada burada görürsünüz. Güzgü burada olmalıdır. Bu üçbucaq da bunun hissəsi itidir. Burada isə trapesiya fasondur görürsünüz. Bunun güzgü əksi burada ola bilməz. Güzgü bu arada bizdə buradadır bizim güzgü əksimiz. Keçelim digər varianta. Məsələn, yoxlayaq C variantını. Yenə həmin o kvadrata ayırıram birinci. Kvadrata ayırsam, yenə bizim güzgü əksi buradadır. Güzgümüz buradadırsa, biz burada güzgünü yoxlasaq, fikir veririk. Bunun güzgü əksi, indi mən ola bilər biraz səhv götürmüşəm də ola bilər. Biraz buradan olmalıydı. Deməli, bir dənə baxaq görə alınır yoxsa yox. Biz diqqətlə baxsaq, əslində qalsa alınan deyil. Yəni tən ortadan bölmüşəmsə bu belə olmalıdır, düzdür? Tən, yəni bu yarıdan bölmüşəmsə, bizim güzgü burada ola bilməz. Çünki bu hissənin çox hissəsi bura düşür. Bunun da güzgü əksi burada böyük bir hissə olmalıdır. Və bunun güzgü əksi bura düşməlidir axı, böyük bir hissə olmalıdır. Burada ona görə bu da təbii ki, səhv variant olmuş olur. Başqa bir varianta baxaq. Məsələn, B variantına baxaq. B variantında yenə həmin formanı götürürəm, ayırıram. Düz bərabər hissəyə bölürük də elə bil ki, kvadrata. Güzgümüz məsələn buradadır. Güzgü əgər buradadırsa, indi baxıram. Həqiqətən də bunun güzgü əksinə baxıram. Bunun güzgü əksi görəsən burada düzgün verilibmi? Təbii ki, yox. Biz gərək buradan ayıraq ki, onu artıq biz sağa doğru çox çıxırıq da. Biz təm ortadan bölməliyik. Yəni kvadratlar ona görə də təbii ki, uyğun gəlmir. Bu biraz elə bir ki, sol tərəfə sürüşsəydi, yəni bir balaca daha uyğun olardı. Məsələn, biz baxaq bu varianta, E variantına. Yenə tən bölürəm bu formada. Tam dəqiq bölmədim. Bərabər hissəyə bölürük. Və bu hissəyə baxsaq, yəni güzgümüz və buradadır bizim. Güzgümüz əgər buradadırsa, bunun simmetriyası bəli burada ödür. Amma bunun simmetriyası bura təbii ki, uyğun gəlmir yəni. Yaxşı, D variantını yoxlayaq o zaman. Yenə o formada bölürəm, bu formada. Və bizim güzgü artıq buradadır və uyğunluğu yəqin görə bilirsiniz. Bunun simmetriyası buradadır, görürsünüz. Bunun simmetriyası buradadır.
Yuxarıdakı güzgü, yəni güzgü bizdə burdadır, görürsüz. Açılanda belə olur kağızımız. Növbəti güzgü və burada olacaq. Həqiqətən də baxıram, uyğunluq var yəni. Kəsiklər hamısı öz yerindədir, dəyişməyib və bunun simmetriyası düşəcək bura, görürsüz. Və buranı da təbii ki, böləcəm və güzgü artıq bizdə burdadır və bunun simmetriyası burdadır həqiqətən də. Bunu da biz güzgü görürsüz, güzgü burdadır. Yəni bu kağız bura açılırsa güzgü və burdadır diaqonal. Bu güzgünü də bura atıram, güzgü, yəni simmetriya. Bunun simmetriyası həqiqətən də burdadır. Bunun da simmetriyası həqiqətən də burada düzgün verilib. Təbii ki, D variantı uyğun cavabımızdır. Növbəti suala baxaq. Deməli 57-ci sual. Bu da fiqurla bağlı, yəni sual idi, fiqur ardıcılığı ilə bağlı. Bu böyük üçbucaq get-gedə balacalaşır, fikir versək. Bundan da biraz balaca sual içərisinə yazılmalıdır. Təbii ki, A ümumiyyətlə uyğun deyil, E də uyğun deyil. Balaca üçbucaq isə A get-gedə böyüyür. Bu dəfə artıq keçmək üzrədir bu qara üçbucağı və o növbəti şəkildə təbii ki, keçməlidir onu. Bu B ümumiyyətlə uyğun gəlməz. Bu axırıncı şəkildə kvadrat qədər böyüyübsə üçbucağımız, artıq burada çox böyükdür D variantı. Elə bil ki, kvadratı keçə bilməz. Çünki burada biraz ağ üçbucaq balaca olmalıdır. Təbii ki, ən uyğun variant hansıdır? Bu da balaca olmaz. Bu da çıxıb. Təbii ki, C variantı ən uyğun cavabdır. Yəni qara üçbucaq get-gedə balacalaşır, ağ üçbucaq get-gedə böyüyür. Növbəti sualımız aşkar operatorla bağlı sualdır. Deməli, bu sualın həllinə baxsaq, demək, burada baxırıq, birinci 27, romb 14-ü istəyir bizdən. Bunu tapmaq üçün birincidə qoyacam yerinə. 9 anı biz demişəmişik. Bunu tapmaq üçün operatorun solu bərabərdə operatorun soluna. Yəni 9 anı əgər 27-yə bərabər eləyirsinizsə, burada A-nın qiyməti 3 tapırsınız. 7 B-ni də bərabər eləyirsinizsə 14-də, B-ni də burada 2 tapırsınız. B də 2-dir. Rombun da əməli burdadır bizdə. Yəni A-nın yerinə burada biz qoyuruq 3-ü, 6 eləyir bu hissə. Üstünə də bu B-ni gələcəm. B-nin də qiyməti 2 olduğuna görə 6 üstə gələ 2, 8. Yəni bu hissə bizə 8 olacaq. Bu mötərizənin yeri 8 olacaq. Keçdim indi üçbucağa. Üçbucaq olan hissəyə baxsaq, bu hissəyə. 33, üçbucaq 18. Bunu soruşur bizdən. Bunu tapmaq üçün burada qoyacam yerinə. Təbii ki, yenə üçbucağın solu 11 adır. Sağı 9B-dir. Yəni 11 anı biz 33-ə bərabərləsək, A-nın qiyməti 3 tapıram burada. Artıq bunlar köhnə qiymətlərdir. A-nın qiyməti 3 olur. Üçbucağın sağı 9B-dir. Burada üçbucağın sağı 18-dirsə, belə çıxır ki, 9B 18-ə bərabərdir və B burada 2 olacaq. A-nın qiyməti 3, B-nin qiyməti 2 tapdım. Üçbucağa görə düzdür. Və üçbucağın əməlində, yəni burada qoyacam yerinə. A-nın yerinə mən götürüb 3 qoyuram. 3 dəfə 3 9, üstünə bu 2-ni gələcəm. Yəni B-ni. 11, 11-dən də bu 3-ü çıxacam 8 və bunun da qiyməti oldu 8 və bu mötərizənin yeri. Və bizdə nəhayət kvadratın qiyməti qaldı. Kvadratın da qiymətini tapmaq üçün və burada qoyacam 3-cüdə yerinə. Buradan 5A, yəni kvadratın solu bərabərdir kvadratın soluna. Yəni 5A nəyə bərabərdir? 15-ə. O zaman A-nın qiyməti burada 3 olur. Bu köhnə qiymətlərdir. A-nın qiyməti 3 olur. Kvadratın sağı 8B-dir. Burada kvadratın sağı 16-dır. Deməli 8B-ni də bərabər eləyəcəm 16-ya. O zaman B-nin qiyməti burada 2 tapmış oluram. Və A-nın qiyməti 3, B-nin qiyməti 2. Bu qiymətləri qoyub kvadratın yerində hesablayacağam. Yəni A-nın yerinə 3 yazacağam, B-nin yerinə 2 yazacağım. 3 minus 2, 1. 1-in üstünə bu 5 gələndə 6. Bunun qiyməti 6 olur. Və bunun qiyməti baxın 8, üstə gələk 8, 16. 16-dan da bu 6-nı çıxacam, cavabı 10 almış oluram. Növbəti